Bugün biz çox maraqlı bir mövzu ətrafında söhbət edəcəyik və bu mövzu mənə çox xoş gələn mövzudur. Əslində bu biz sizinlə bildiyiniz sanum terapiyanın 21-ci əsrdə müasir dillə təsdiqidir. Yəni keçən əsrdə olan bu terapiyanın təsdiqidir. Amma öncə gəlin görək, e, bu 21-ci əsrdə nə yeniliklər baş vermişdi ki, elm artıq keçən əsrdə yaşamış e, çox hesab edirəm istedadlı, savadlı, e, deməli, Alman alimi Günter Enderleinin nəzəriyyəsinin təsdiqini verir və beləliklə onun həm nəzəriyyəsinə, həm də onun təklif etdiyi dərmanların təsir mexanizminə aydınlıq gətirir. Yəni, hamınız gözəl bilirsiniz ki, insanın xəstəliklərin yaranmasında ən böyük patogen amillərdən biri bioloji amillərdir, yəni mikroorqanizmlərdir və bu gün biz artıq kəskin infeksion xəstəliklərdən xroniki infeksion xəstəliklər əsrini yaşayırıq və keçən əsrdə buna aid nələr var idi və bu gün mikrobiologiya elmi, immunologiya buna aid nələr deyir? Üzr istəyirəm. Hə, deməli, bugünkü bilirsiniz ki, bütün elmlər, o cümlədən mikrobiologiyada çox molekulyar, çox incə, yəni dərin səviyyələrdə araşdırılır, sistemli şəkildə yanaşılır və elmi yeniliklər nədən ibarətdir? Yəni, son zamanlar mən elmi ədəbiyyatda bioplonkalara aid. Yəni bugün insan xəstəliklərinin mikroorqanizmlərin bioplonka şəklində olması və beləliklə insanın xərçəngə belə bağlı olan xəstəliklərini yarada bilir. Yəni xərçəng özü də bugün mikroorqanizmlərin tam başqa bir cəmiyyət formasında, belə deyək, bir icma formasında yaşamı ilə izah olunub. Yəni burada sizə haçar sözləri deyə bilərəm. Xəstəliyin adını yazırsınız. Mən hələ keçən il mənə rastlanmışdım. Düz bağırsağın xərçəngi və bioplonkalar. Və PubMed-də bu var. Onu yazsaz, hər kəs onu, o məqaləni də oxuya bilər və orada izah edir ki, yəni xərçəng düz bağırsağının xərçəngi məhz bağırsaqda mikroorqanizmlərin bioplonka formasında, yəni xroniki infeksiyalara bağlı olan bir xəstəlikdir. Deməli, gəlin görək bu bioplonka nədir və bugün elmi dildə bu nə deməkdir və hansı araşdırmalar vardır və bu prosesi təsdiqləyir. Beləliklə, daha sadə adi dillə desək, bioplonka bu mikroorqanizmlərin bu və ya digər səthlərə, istər bioloji yaxud qeyri-bioloji səthlərə yapışıb, birləşib və orada müəyyən ekstraselülyar polimerik substansiya ifraz edir və bunun vasitəsilə həmin o yerə, o səthə yapışır və sonra burada başlayır, böyüyür, belə bir icma düzəldir. Yəni bunların mikroorqanizmlər birləşir və bir növ özünə bir yuva düzəldir və onu plonka ilə örtür və o plonka həmin o hüceyrə xarici polimer matriks adlanır və o polisaxaridlərdən, zülallardan, lipidlərdən və burada yaşayan burada bu plonkanın altında yaşayan mikroorqanizmlərin metabolik məhsullarından ibarətdir. Yəni bugün mikroorqanizmlər plankton formasında yox,
Yani tek tek ayrı formalarda yok. Birleşerek bu bir növdə ola bilər, bir neçə növ mikroorqanizmlərdə ola bilər ki, onlar birləşərək bax həmin o icmanı yaradırlar və burada beləliklə bu icmanın yaradılması onu qoruyur. Əslində bu bunların qorunma bir mexanizmidir ki, həm bu həmin o icmada onların həm hər zaman qidası da vardır və bir-biri ilə əlaqələri də yaxşıdır. Ən əsası da odur ki, həmin o səthdə, həmin o yaşadığı orqanizmdə özünü həmin o ev sahibinin immun sistemindən deyək ki, bu heyvan da ola bilər, insan da ola bilər. Yəni özünü insanın immun sistemindən qorumuş olur və çox dözümlü formada olur və beləliklə xroniki formanı yaratmış olur. Baxın, bu slaydda çox rahat görsənir ki, deyək ki, sərbəst formada mikroorqanizmlər, yəni bizim köhnə biliklərimiz bundan ibarətdir ki, mikroorqanizmlər qanamı, bu və ya digər toxumalara sərbəst formada daxil olur və onlara deyilir plankton formalar və onlar çoxalaraq orqanizmdə infeksion xəstəliyi törədir. Amma bu olur kəskin infeksion xəstəlik və sonra təbii ki, biz doktorlar antibiotiklər, müxtəlif mikrob əleyhinə dərmanları istifadə edirik və mikroorqanizm də təbii ki, o da bir canlı varlıqdır. Çox və elə mikroorqanizm birinci yaranmışdı, sonradan insanlar yaranmışdı və onun da özünün çox mükəmməl özünü qoruma mexanizmləri var. Bu antibiotiklər istifadə olunanda müxtəlif mikrob əleyhinə vasitələr istifadə olunduqda onlar bu və ya digər səthə yapışırlar və başlayırlar həmin o səthdə həmin o maddəni ifraz edirlər, ekstraselülər polimer maddəni ki, və bir növ belə özünə örtük düzəldir və o örtüyün altında başlayır növbəti mərhələdə deməli əmələ gəlir, artır, mikrokoloniyalar yaradır. Bax, bu yapışmadır, bu möhkəm, yəni sonra o həmin o maddəni ifraz edərək həmin o səthə çox möhkəm, çox bərk yapışmasıdır, artmasıdır. Sonra isə tam plyonka əmələ gəldikdə bunlar burada mikrokoloniya şəklində olur və bu mikrokoloniyada inkişaf edir, sonra yetişir və yetkin bir plyonka əmələ gəlir və beləliklə bu bir toplu olur və bunun içərisində bunlar yaşayırlar və qorunmuş olurlar. Deməli, ev sahibinin deməli, immun sistemindən özünü qorumuş olur və bu da, bax, belə elm deyir ki, mikrobiologiya elmində son məlumatlara görə quorum sensing, yəni quorum yaratmaq, birlik yaratmaq hissi bu mikroorqanizmlərdə ən birinci bu bakteriyalara aid deyilmişdi. Yəni bunların davranışı dəyişir. Bunlar birləşirlər ki, necə deyirlər, sağ qalsınlar, yaşasınlar, artsınlar və yəni bizim o antibiotiklərimizi vermək o demək deyil ki, onlar elə hamısı həmən başını yerə qoyur, təslim olur və biz qalib gəlirik. Bu qətiyyən belə deyil. Baxın, burada bir misal olaraq tənəffüs sistemində psevdomonas aeruginosa. Bu hansı mikroorqanizmdir? Bilirsiniz ki, bizim zehirli qışalarımızda və dəridə də o cümlədən şərtli patogen mikroorqanizmlər var. Yəni onlar müəyyən qədər artırlar, amma bir xəstəlik insanda törətmirlər. Yəni o çox böyük miqdarda konsentrasiya olmadıqda və sonra isə orqanizm özü dəyişirsə, yəni ev sahibinin immun sistemi zəifləyir, onun mühiti dəyişir, toxumaların, mayelərinin mühiti dəyişirsə, onlar nə edirlər? Onda deməli özünü qorumaq üçün, həmin o mühitdən də özünü qorumaq üçün bunlar nə edirlər? Bunlar daha aqressiv formaya, yəni davranışlarını dəyişirlər və sonra isə xəstəliyin, xroniki xəstəliyin, infeksion xəstəliyin inkişafına səbəb olurlar. Və dediyim kimi quorum sensing bu bir hissiyatdır ki, bunun
bu işə düşdükdə mikroorqanizmlər deməli bioplonka yaratmağa ehtiyac duyurlar və başlayırlar bunu etməyə. Deməli, ən sadə bir plyonka bu dişin üstündə hamınız bilirsiniz ki, belə bir plyonka var və burada mikroorqanizmlər nə edirlər? Burada siz nəyi görürsünüz? Bu artıq həmin o bioplyonkanın içərisində yaşayan müxtəlif cür mikroorqanizmlərdir. Burada belə deyək, icmalardır və bunlar bir-biri ilə də bax görürsünüz, bu kanallardır. Ötürücü kanallardır. Bu qida, sonra su, yəni bunun içərisində yaşayırlar və necə deyirlər, özlərini qorumuş olurlar. Yenə də bax bu 2002-ci ildə Mikhail Dünli bax kliniki mikrobiologiya deməli jurnalında bax belə bu məqaləsində göstərir ki, görürsüz, ayrı-ayrı plankton formasıdır. Bu səthin üzərindədir. Sonra bu həmin o polimer maddəni sintez edir, yapışır, çoxalırlar və o maddəni də ifraz edərək belə deyək, öz evini belə deyək, qururlar ki, özlərini həmin o bax burada yaşayırlar və beləliklə özünü qorumuş olurlar. Bu da yəni deməli dərinizdə yaşayan epidermis stafilokokunun bax bu da bu formada əmələ gətirir və beləliklə özlərini qorumuş olurlar. Bu bioplonkanın əmələ gəlməsinin bir neçə mərhələsi var. Birinci mərhələ nə idi? Həmin o hansısa bir səhətə yapışma. Və burada görürsünüz ki, əsas bu mikroorqanizmlərdir ki, bu Staphylococcus aureus, epidermal stafilokok, pseudomonas bayaq dediyim aeruginoza, Escherichia coli, Candida albicans ki, yəni müxtəlif səthlərdə biz bilirik də şeyhli qışalardır və dəridir. Bax bunlar birinci mərhələsində bax bu mikroorqanizmlərə aid daha çox məlumatlar vardı. Yəni o plonka yaradanlar və sonra ikinci mərhələdə geriyə dönməz fiksasiya. Və bu nəyin vasitəsilə baş verir? Həmin o dediyim hüceyrədən kənar, hüceyrə xarici o həmin o plonkanın, o matriksin ifrazına başlayır. Bu mikroorqanizmlər özlərinə belə deyək, örtük düzəldir. Sonra da o örtüyün içərisində başlayırlar onun o daxilində su kanalları, oksigen və qida maddələri nisbəti formalaşır və bunlar burada artırlar və mikrokoloniyalar yaradırlar. Sonra o mikrokoloniya da biraz da böyüyür və sonra bunlar tam böyüdükdə bu plonkanın bir hissəsi ayrılıb və içində olan mikroorqanizmlər gedir digər tərəfə yayılır və növbəti belə deyək səthləri, növbəti yerləri kolonizasiya edirlər və beləliklə proses yayılır, xronikləşir. Bu şəkildə bu daha aydın, rahat siz bunu görə bilirsiniz. Yəni ateziya, yapışma hansısa səthə, sonra daha möhkəm yapışma, sonra böyümə, yetkinləşir tam, sonra isə zaman gəldikdə bir hissəsi qopur, dispersiya fazasında gedir digər deməli tərəfdə yapışır və o növbəti belə deyək səthləri deməli necə deyirlər, zəbt edir və beləliklə xronikləşmə baş verir. İndi bu bioplonkanın əsas mahiyyəti nədir? Gəlin bunu baxaq. Deməli, ən birincisi bariyerdir. Dediyim kimi. Bu istifadə yəni bu bioplonka əmələ gəlibsə, o deməkdir ki, antibiotik həmin o plonkadan içəriyə nüfuz etməsi çox belə çətindir, az miqdardadır. Sonra hansısa lap mikrob əleyhinə preparatların hətta inaktivasiyası da vardır. Burada bir şey yadıma düşdü. Baxın, yadınızda ilk deməli antibiotik penisilin də hamınız bilirsiniz də o deməli
müharibədə Piraqov onu rus cərrahı çox geniş istifadə edirdi, amma sonra belə şeylərin, əsgərlərin, döyüşənlərin infeksiyalaşması, yaralarının pis sağalmasının qabağı alındı. Amma 3 aydan sonra gördülər ki, bu artıq işləmir. Və sonra tədqiqatlar nəyi göstərmişdi? Göstərmişdi ki, mikroorqanizmlər nəyə başlayıb? Pensilinaz adlı ferment sintez etməyə. İndi isə məsələn bax bu sonradan illər keçdi, 20-ci əsrin sonunda nələr çıxdı? Biz gördük ki, elm deyir ki, mikoplazma, ureoplazma, sonra SVD formalar, yəni dişasız formalar əmələ gəlir. Yəni mikroorqanizm nəinki özünü zaman keçdikcə və daha aqressiv belə deyək, mikrobələyinə dərmanlar yarandıqda mikroorqanizm də necə deyirlər özünü müdafiə mexanizmlərini formalaşdırdı və hətta gəldi o yerə çıxdı ki, öz genlərini dəyişdi. Yəni SVD formalar, mikoplazma, ureoplazma, məsələn, mən hətta tələbə olanda o haqda yox idi məlumatlar, mikoplazmalar. Yəni antibiotiklərin növləri daha aqressiv, daha təsir edənlər məhz mikroorqanizmlərdə vadar etmişdi ki, bax bu genlərinin dəyişməsi və ən sonuncusu da odur ki, bugün mikrobiologiya elmi deyir ki, bunlar artıq plyonkalar yaradırlar və oradan nə dərman da keçmir, yəni çox cüzi miqdarda keçir. Sonra bu həmin o koloniya, o plyonkanın içərisində yaşayan mikroorqanizmlər hərəsi müxtəlif inkişaf formasındadır. Bax, burada bu enderlərin izahı gəlir. İndi bu dəqiqə sizə söyləyim. Deyir ki, o plyonkanın içərisində, o matriksin, o plyonkanın içərisində dərin qatlarında olan mikroorqanizmlər, bunlar aktiv inkişaf etmir. Onlar biraz sakit formada durubdur. Əsasən o təbəqəyə, matriksə yaxınlar, onlar daha aktivdirlər, daha aqressivdirlər, daha virulentdirlər. Amma matriks onları necə elə qoruyur? Düzü müəyyən miqdarda antibiotiklər keçir içəriyə, belə deyək, həmin o aqressiv yetişmiş virulent mikroorqanizmləri məhv edir. Amma o daxildə, yəni dərin təbəqədə olan mikroorqanizmlərə, hansılar ki, hələ bir o qədər aktiv deyil, bunlara təsir etmir və onların bir hissəsinə deyilər persistə edici hüceyrələr. Yəni bunlar elə bir formalardır ki, antibiotik onlara heç ümumiyyətlə təsir etmir. Və beləliklə o dözümlük mexanizmi əmələ gətirir bu plyonkalar. Enderlərin nəzəriyyəsinə bunun izahını nədir biz anlayırıq. Enderlər nə deyirdi? Enderlər deyirdi ki, mikroorqanizmlər əvvəl endobiontlar var, onlar bir xəstəlik törətmirlər. Sonra onlar inkişaf edirlər, mühit dəyişir, onlar keçirlər daha patogen formalara və bu xəstəliyi törədir və bax bu matriksin daha doğrusu bu bioplonkanın bugün tədqiqi həmin o fikirləri təsdiqləyir. Beləliklə deməli və hətta deyilir ki, bax ayrı-ayrı sərbəst formada olan mikroorqanizmlərin müqaviməti, hansı ki plankton formu adlanır, o bioplonkanın daxilində, içərisində yaşayan mikroorqanizmlərə nisbətən onların müqaviməti 100 dəfə, hətta 1000 dəfə də daha artıqdır. Görün bunlar necə daha virulent, daha aqressiv mikroorqanizmlərdir ki, bizim xroniki infeksiyalarımızı, indi ora keçəcəm, necə onların bizim müalicəmizin qeyri-effektiv olmasını, residivlərin olmasını izah edir. Bu və bir də bioplonkalarda yaşayanda mikroorqanizmlər, yəni o qorunması aydındır. Həm də bax bu immun hüceyrələri yaxşı görə bilmir həmin o plonkanın içərisində yaşayan mikroorqanizmləri və beləliklə də qorunmuş olur. Plonka qoruyur, mikrobələyinə dərmanlar da bir o qədər keçmir və beləliklə burada yaşayan mikroorqanizmlər çox yüksək dözümlüyə malikdir. Yəni beləliklə yaşayırlar, ölmürlər və doktorlara da problem yaradırlar. İndi bax belə misallar, gəlin görək bax bu
biz harda rastlanırıq bu bioplonka formaları? Ümumiyyətlə, bayaq dediyim kimi, bu gün indi xroniki infeksiyalar belə deyə əsridir və bu gün deyirlər ki, bu infeksiyaların 80%-i bioplonka şəklində vardır. Məsələn, stomatologiyaya gəldikdə, bu bioplonkalara aid xəstəliklər karies, gingivit, parodontit və periimplantit. Baxın, implantları qoyurlar, amma implantlar bir də görürsünüz ki, tutmur. Və bu da sizə izahı ki, niyə bu belə baş verir. Və burada əsas buna bağlı ağız boşluğunda olan mikroorqanizmlərin yaranmasına bioplonka formalarına, bu streptokokus mutansdır. Poliformanus lingualis, bir də actina micetes. Bax, bu da bunun bu şəklidir ki, yəni bunlar hamısı tədqiqatlardır. Bunlar necə deyirlər, o mikrobiologiya aləmində molekulyar səviyyədə tədqiqatlardır. Sonra baxın, bu şəkildə biz nəyi görürük? Kateterlər. Baxın, subclavius deməli, podключичная, körpücük altı venaya qoyulanda, o reanimasiyada, ümumiyyətlə, bu bir kəlmədə onu deyə bilərəm ki, xəstəxana daxili infeksiya, bir də o daha çox belə demək olar ki, elə 100% onlar bax bu həmin o bioplonka formalarına bağlıdırlar. Deyək ki, bax bu kateter vaxtında dəyişilməzsə, çünki dərinin də üzərində epidermal stafilokokus, o məsələn keçir, o plonka kateterin içərisində həmin o bioplonka yaradır və təbii ki, sonra bax o da orqanizmdə sonra pasiyentin ağırlaşmasına, sonra bax süni implantların qoyulması, travmatologiyada, ortopediyada ürəyə qoyulan süni klapanlar, onların da deməli bioplonkaların, bax bu ürəkdə bunu görürsünüz. Bu da əsasən bağlı olur dəridə olan, yəni o əgər o implantın üzərinə düşürsə, sonra daxildə olduqda və həmin o orqanizm, yəni cərrahiyyə müdaxiləsi olan insan, sahib belə deyək ki, ev sahibinin immuniteti aşağıdırsa, o orada plonka da yarada bilər. Bax, burada görürsünüz, bu sidik, uzun zaman sidik axarına kateter qoyulduqda, bax bu şəkildə hətta oklüziya, o qədər bu plonka artır ki, oklüziya yarada bilir və təbii ki, bu nə verəcək sidik yollarının deməli xroniki infeksiyasına. Otolaringologiyada, bax bunlar hamısı baxın, xroniki rinosinusit, xroniki orta otit, adentit, xroniki tanzilit və bunlar hamısı həmin bu aşağıda gördüyünüz mikroorqanizmlərin deməli bioplonka formasına bağlı olan deməli patologiyalardır. Tənəffüs sistemində deyək ki, bayaq dediyimiz o Pseudomonas aeruginosa alveolların içərisində plonka yaradaraq kistik fibroz, bronxoektaziya, axox və xroniki bronxit, yəni xüsusi olaraq siqaret çəkənlərdə ona səbəb olur. Həzm sistemində baxın, Helicobacter pylori. Mən tələbə olanda və həkim demin ki, yəni keçən əsrdə Helicobacterdan bir xəbər yox idi. Onu sonradan çıxdı. Bu Helicobacter, hamınız bilirsiniz, bugün yeni sxemlər var və yenə orada nə qədər mikrobəli bir minimum 2 antibiotik istifadə olunur, kurslarla təkrarlanır, o da belə yenə görürsən ki, yenə də tam eradikasiya əldə olunmur və mədən seyirlik qışasında turşuluqdan və mühitdən özünü qorumaq üçün Helicobacter deməli öz plonkasını yaradır. Urologiyada dediyim kimi kateterlarla bağlı olaraq sidik yollarının infeksiyaları,
deməli, xroniki prostatit, təkrarlanan xroniki sistit, bunlar hamısı qızılı stafilokok bioplonkasının e, olmasına dair, bax, burada bu şəkili də görürsünüz. Bəli, bunlar hamısı təhqiqatlardır, alimlərin, mikrobioloqların, həkimlərlə birgə apardığı təhqiqatlarıdır. Dərihədə mən sizə söylədim ki, əgər hansısa implant qoyursaq, xüsusi olaraq ürək cərrahiyyəsində, məsələn, infeksion endokardit, klapanın ətrafında həmin o bioplonkaların əmələ gəlməsi, dəri üzərində deməli xroniki trofik xoralar, yataq yaraları, diabetik pəncə, burada isə yəni bu yaralar niyə uzun müddət sağalmır? Ona görə ki, həmin o plonkalar vardır və hətta çox vaxt məsələn cərrahiyyədə bu endoprotezlər nə qədər bu antibakterial, yəni konservativ müalicə ola bilər ki, yardım etməsin, təkrarlansın və hətta yenidən o implantın dəyişilməsi söhbəti də ortalığa gəlir. Bax, elə bax bunu deyirdim, travmatologiyada. Burada da əsasən o dəri epidermis stafilokokudur. Həmin o oynaq endoprotezləri, ya metal konstruksiyalar, osteosintez sistemlərində həmin o epidermis stafilokokunun yaratdığı bioplonkaların nəticəsində bax, uğursuzluqlar əmələ gəlir. Bu bioplonkadan niyə biz qorxuruq? Niyə bunlar təhlükəlidir? Əvvəla biz bayaq dedik ki, antibiotiklərin effektivliyi aşağı olur. Onlar keçə bilmir. Biz nə edirik? Biz məcburuq antibiotiklərin konsentrasiyasını artıraq, dozasını artıraq, kombinə olunmuş şəkildə edək. Və bu da nədir? Bu da nə qədər fəsadlar var, bunu da indi birazdan söyləyəcəm. Və biz nə qədər çox antibiotik istifadə ediriksə, o qədər də necə deyirlər, mikroorqanizm həmin o bioplonkanın içərisində ona qarşı dözümlülük. Biz bayaq dedik, o dərin səthdə yaşayanlar, onlar persistə edən hüceyrələr, mikroorqanizmlər daha doğrusu, onlar daha dözümlüdürlər və antibakterial terapiya qurtardıqda yenidən aktivləşirlər və beləliklə o plonka yenə davam edir, yenə bu mikroorqanizmlər öz işlərini görür və deməli nə olur? Bizim müalicə mürəkkəb olur, uzun müddətli olur və onu da deyim ki, ümumiyyətlə bu bioplonka məsələsini diaqnostika etməkdə kifayət qədər çətin bir prosesdir. Çünki heç bir əkilmədə bir şey çıxmır. Hardan çıxacaqdır? Bunlar hamısı plotkanın içərisindədir. Bunlar gərək harasa bir nüfuz edələr ki, çıxalar o plonkadan və yəni onu diaqnostika aparmaq olsun və mütləq burada xroniki gedişatdır. Yəni və terapiya deyək ki, qurtardıqdan sonra yenidən residiv əmələ gəlir və antibiotiklərə çox zəif cavab vardır. Və beləliklə həmin dediyim bu fikrə biz gəlib çatırıq ki, bugün infeksion xəstəliklərin xronikləşməsinin əsas səbəbləri bəs bu bioplonkalardır və bu terapevtik uğursuzluqların əsas amilidir. Və təbii ki, buna gəlin baxaq görək biz akademikdə biz buna necə yanaşırlar? Yəni bu günə qədər məlum olan bizim alopatik yanaşmamız nədir? Təbii ki, birincisi gigiyena riayət etmək. Kateterlərin, implantların vaxtında dəyişməsi, antiseptiklərin istifadəsi, konservativ müalicəyə gəldikdə, yəni mikrob əleyhinə dərmanların istifadəsində burada artıq kombinasiya olunmuşa keçir və müddəti də daha uzun olur və bu da yeni rezistent formaların, mikroorqanizmlərin yeni rezistent formalarının əmələ gəlməsinə gətirib çıxarır və lokal ki, biz
antibiotikləri yəni daxildədirsə, bizim bu bioplonkalar təbii ki, lokal konsentrasiyanı həmin yerdə əldə etmək üçün dozanı artırmış oluruq, kombinə olunmuş şəkildə istifadə edirik və uzun müddətli kurslar olur. Və burada görürsüz əsas antibiotikləri ki, hansılar ki, bugün bu terapiyada istifadə olunur. Yəni burada ftorxilanonlar, glikopeptidlər, aminoqlikozidlər, cefalosporinlər, karbamazepinlər, yəni bunlar ən son ən qüvvətli belə deyək qrup antibiotiklərdir ki, hətta tək bunlar o qədər kömək etmir, onları klaritromitsinlə birlikdə istifadə edəndə müəyyən qədər effektivlik artır. Sonra da ən belə tədqiqatlarda göstərilən, yəni həmin o bioplonkanın parçalanmasına deməli səbəb olan linelezolit, bir də daptomitsin. Bunun haqqında məlumatlar var. Reanimasiya və intensiv terapiya şöbələrində isə bugün ən geniş istifadə olunan vankomitsindir. Yəni daha çox bu belə deyək, amma bundan başqa da həmin o bioplonkanı yəni bu gün tədqiqatlar gedir, inkişaf gedir ki, bu bioplonkaları necə parçalasınlar, hansılar ki, xronik infeksiya mənbəyidir və kolonizasiyanın, yəni bu mənbələrin artmasına və təsir etmək üçün bax belə pirolitik ferment preparatları işlənilir, dispersin, bax belə bir beta, belə bir belə deyək ferment, o plonkanın fermentativ yolla parçalanmasına aid olan bir deməli maddələrdir. Bir də bakteriofaglar, müxtəlif bakteriofaglar, bunların deyilir ki, istifadəsi daha üstündür, amma yenə də kifayət qədər deyil. Və bir də bunlar artıq çox vaxt kömək etməyəndə cərrahiyyə, yenidən cərrahiyyə əməliyyatına qayıdılır. Yəni hansısa cihaz yoluxubsa, bioplonka varsa və bizim konservativ müalicəmiz yardım etmirsə, bu qədər yanaşı əlavə təsirlərlə implantı dəyişməli olurlar. Və bu gün də həmin o implantların və deyək ki, kateterlərin və digərlərin, onların o örtüklərin, yeni növ örtüklərin işlənib hazırlanması gedir ki, yəni o mikroorqanizm oraya yapışa bilməsin. Yəni bu gün hələ gedən tədqiqatlardır. İndi isə gəlin görək bunun mənfi tərəfləri nədir? Yəni bioplonkalara farmakoterapiyanı deməli məhduddur, bayaq mən onu dedim və mənfi cəhətləri vardı. Gəlin bu əsasən mənfi cəhətlərə baxaq. Mənfi cəhətlər ondan ibarətdir ki, bax o dediyim kimi antibiotik istifadə edirik, daxilində persistə edən deməli hüceyrələr var, dərin qatda olan hüceyrələr var, onların dözümlüyü var və sonradan müalicə bitdikdən sonra bunlar təzədən aktivləşir və residiv, və burada da çox buna sizə aydın misal, osteomiyeli tanınız gözəl bilirsiniz ki, müalicə edirik, dəfələrlə o qayıdır, çünki bax belə bu çox aqressiv formasıdır. Baxmayaraq ki, bax müalicə əgər bioplonkaya bağlıdırsa 3 aya qədər, 4 aya qədər müalicə davam edə bilər, amma yenə də necə deyirlər, ağırlaşma, residivləşmə və müalicə xərcləri də eyni zamanda artmış olur. Və hamınız da gözəl bilirsiniz, yadınıza salıram ki, bizim antibiotiklərimiz mikrob əleyhinə əsas qrup, nefrotoksik, hepatotoksik, yəni qaraciyərə, böyrəyə, sümük iliyinə, sinir sisteminə nə qədər əlavə təsirlərə malikdir. Burada da görürsünüz ki, bunlar hansı mikroorqanizm, belə hansı qruplar, hansı deməli əlavə təsirlər göstərir, rezistentlik yaranır
bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq 40 ildən çoxdur antibakterial insidentlikdən danışır və ortada da belə deyək bir şey yoxdur. Və yeni dərman formaların mikrob əleyhinə yaranmasına baxmayaraq, o nə qədər yenisi yaranır, daha aqressiv, onun elə əlavə təsirləri də çoxdur. Yəni bu əslində mikrob əleyhinə terapiyanın həlli deyil və bu rezistentlik məsələsi hələ bu gün də vardır və sonra çox gözəl onu da bilirik ki, deyək ki, yaxşı o mikroorqanizmlərin inkişafını dayandırmır, rezistent formalar əmələ, amma paralel olaraq da gözəl bilirik ki, bu perioz qəbul olunan, əsasən ağız vasitəsilə qəbul olunan nə edir? Mikrobiotanı pozur. Mikrobiotanın da pozulması bugün hamımız gözəl artıq bilirik, nə qədər biz məlumatlar artıq son zamanlarda dinləyirsiniz müxtəlif lektorlar tərəfindən ki, bağırsaqda yaranan disbakteriyoz, yəni o nələr deməkdir? Ümumiyyətlə immun sisteminin zəifləməsidir. Bilirsiniz ki, mikrobiota demək, bağırsaq ətrafında insanın limf 70% limfa düyünləri yerləşir, hətta ki, sistemli immunitet hazırlanır və uzun zaman bu cür aqressiv antibakterial terapiya nəyə gətirib çıxarır? Rezistentlikdən başqa antibiotiklə əlaqəli ishal. Bunu hamınız bilirsiniz. Göbələklər boşalır gedir və bizim göbələkliyində dərmanlarımızda heç bir kömək də etmirlər və əksinə hələ qaraciyər sistemini onlar hamısı hepatotoksikdirlər, göbələkliyində dərmanlar, bunu bilirsiniz və infeksiyalar, anaerob floranın törətdiyi infeksiyalarda yaranır, resisivlərin yüksək tezliyi artır və müxtəlif tədqiqatlara əsasən deməli protezlərə 10%-dən 30%-ə qədər, əgər hansısa bir protez var, bu deməli resivə edən infeksiyalarla təkrarlanır və hətta nəticə etibarilə onları dəyişməyə ehtiyac yaranır. Və təbii ki, bunlar həm də iqtisadi problemlərdir səhiyyə sistemi üçün də və əslində bir endoprotezin də dəyişməsi, uzun zaman antibiotiklərin qəbulu bu heç də bir problemin həlli deyil. Problemin həlli hardadır dostlar? Bizim deməli samim terapiyada. Baxın, bugün mən indi sizə ətraflı söylədim ki, mikrobiologiya elmi nələr deyir? Bugün mikroorqanizmlər hansı formada yaşayır və bu bioplyonkalar nə ilə təhlükəlidir və biz aksimik təbabətlə elə o plyonkanı parçalamaqla deyil ki, sonra onları, o mikrobları öldürməklə. Amma bu, baxın, nə deyir? Deyir ki, o bioplyonkalar ev sahibinin immunitetin zəifləməsi, onun orqanizmində mühitinin dəyişməsi. Yəni bunu bax rəsmi bugün mikrobiologiya, klinik mikrobiologiya elmi deyir. Bəli, ona görə nə lazımdır? Mikrobu öldürmək lazım deyil. Mikrob hər zaman uyğunlaşacaq, o da canlıdır, onların geni də var. Və insan orqanizmasında yaşayan ən çox mikroorqanizmlər onun mədə bağırsaq sistemindədir və bilirsiniz ki, onlar 10.000 dəfə insan hüceyrələrinin sayından çoxdular və bugün dünya elmi, xüsusi olaraq Amerikada, mən səhv eləmirəmsə, indi artıq o bağırsaqda yaşayan mikrofloranın genomunun öyrənilməsinə aid bir yəqin ki, artıq bir 4-cü konfrans keçirilir. Bir neçə il, 10 il bundan qabaq mən oxumuşdum. 2-ci konfransıdır. Yəni və bugün biz bilirik ki, bu mikrofloranın dəyişməsi məhz mühitin dəyişməsidir, orqanizmin sistemli şəkildə dəyişməsidir və yəni ki,
bu mühitə təsir etmək lazımdır. İmmun sistemini və bir də nə deyir? Deyir ki, bu bioplonkalar immuniteti zəif olan insanlarda, yaşlı insanlarda, uşaqlarda, təkrar infeksiyalara tutan zəifləmiş insanlardır. Uzun müddət, baxın, mən bayaq onu da söylədim ki, bu cür patologiyalar uzun müddət xəstəxana infeksiyaları, o xəstəxanada uzun müddət yatan, orada kimlər yatır? Xroniki xəstəlikləri olar və xroniki immunitet aşağıdır və ona görə də bioplonka formaları, xroniki infeksiyalar məhz bu cür insanlarda yaranır. Deməli, nə etmək lazımdır? Mikrobu yox, o mühiti düzəltmək lazımdır. Bir də sahib orqanizminin immunitetini qaldırmaq lazımdır. Və o dediyim kimi yenə və Enderlein nə deyir? Öz terapiyasının prinsipləri nədir? Deyir ki, bu mikroorqanizmlərin avirulent formasından, yəni endolion formasına, patogen formasına keçməsi nəsə səbəbi mühitin dəyişməsidir. Ona görə də orada mühitə təsir edən o maddələr ki, mikroorqanizm özü sintez edir və sonra asidozdur, limfostazdır, hüceyrə ətrafında, hüceyrə daxilində bütün bu dəyişmələr, metabolik dəyişmələr, matriksin dəyişməsi həmin o immun sisteminin zəifləməsidir və eyni zamanda da o patogen formaların aqressiv formalara, mikroorqanizmlərin patogen formasına çevrilməsidir və ona görə də Samın preparatları nə mikrob öldürür, nə də onların mexanizmi tam fərqlidir və gəlin baxaq bunları, daha doğrusu bir də yadımıza salaq, çünki biz həmişə bu haqda söhbət etmişik və bugün mən burada bu mövzunu araşdıraraq özüm üçün müasir deməli tibbdə, klinik mikrobiologiyada, immunologiyada bunun təsirini artıq belə onun açıqlamasını görürəm. Və bir də unutmayaq ki, Enderlein bu nəzəriyyəsini yaradanda, bu preparatlarını yaradanda o vaxt dünyada bir dənə heç işıqlı mikroskop da yox idi. Yalnız hələ təzə Leeuwenhoek bu mikroskopu kəşf etmişdi və qaranlıq mikroskopiya var idi. Məsələn, həmin o sadə bir qaranlıq sahəli mikroskopla bax bu mikroorqanizmlərin apatogen formasından patogen formasına, virulent formasına çevrilməsini nəzəriyyəsini qoymuşdu və onların deməli nədir onlara o terapiyanı necə deyirlər əsaslandırmışdı ki, nə etmək lazımdır. Beləliklə ən birinci Samın preparatları biz bilirik ki, birinci pillədə başlanğıcda biz nə edirik? Biz mühitə təsir edirik. Yəni aqressiv mühit mikrobları bioplonka formasına, yəni ən yüksək virulentlik olan formasına çevrilməsini belə deyək təşviq edir. Və mühit nədir? Bu həm asidozdur, həm oksigenin çatışmamazlığıdır, durğunluqdur və biz bu mühiti dəyişdirəndə təbii ki, nə olur? Homeostaz bərpa olunur və mikroorqanizm plankton formasında olur. Və çox vaxtda, yəni bu dediyimiz kimi biz bayaq qeyd etdik ki, bir çox mikroorqanizmlər insanın dərisində də, seyirlik qışalarında şərti patogen formadadır. Candida albicans-ı kim tanımır? Kim bilmir ki, o əgər insan orqanizması immuniteti yaxşıdırsa, heç bir durğunluq yoxdursa, bir patologiya yoxdursa, o çox sakitcə oturub yerində. Bir balaca insan dəyişən kimi o patogen formaya çevrilir və nələr törədir, hansı xəstəliklər törədir, onu da hamınız gözəl bilirsiniz. Beləliklə, əgər o mühiti bizi düzəldiriksə, artıq mikroorqanizm yəni onu belə kvorum yaratmağa, plonka formasını özünü qorumağı stimulu onda oyanmır.
Çünki mühit aqressiv olmayanda o nədən dəyişsin? Yəni əslində bu gün bioplonkalara aid elm Enderlein dediyinin necə deyirlər, təsdiqini ortalığa qoyur. Və mühiti düzəltmək üçün hamınız gözəl bilirsiniz. Ən birincisi, yəni bütün xroniki xəstəliklərdə biz bilirik ki, asidoz olur. Yəni turşu qələvinin balansının dəyişməsi olur. Amma yenə də təkrar edirəm, hamının zəhmət olmasa yadında qalsın. Biz akademik biliklərimizə deməli istinad etdikdə, yəni orada turşu qələvi balast dedikdə biz hər zaman qanı anlayırıq. Amma təbii ki, bu qanda deyil. Biz asidoz dedikdə, bax inteqrativ təbabətdə biz toxumalarda, məhz toxumalarda yəni hüceyrə daxil, hüceyrə ətrafında və hüceyrə daxilində pH-ın dəyişməsidir. Və yəni o qanda olan turşuluğu, əgər maddələr mübadiləsi pozulubsa, qidalanma doğru deyilsə, stres varsa, bu orqanizm çatdırmır bunu xaric etsin. Hamımızın yadınıza düşür də, patoloji fiziologiyada bu asidozu orqanizm tərlə atır, üsidiylə atır. Nəfəslə müəyyən qədər artır. Amma bu təkrar xroniki vəziyyətdədirsə, o nə edir? Həmin o turşuluq hüceyrə ətrafında, sonra da işemiya varsa, kifayət qədər oksigen getmirsə hüceyrə daxilidə və beləliklə hər zaman danışdığımız turşu qələvi balansı, asidozu aradan qaldırmaq çox böyük işlər görür. Və burada Sanum preparatlarından Alkalanı da hamınız yəqin tanıyırsınız. Bu deməli 3 duzun deməli birlikdə olmasıdır. Natri gidrokarbonat, kaliy gidrokarbonat, bir də natrium sitrat. Və bu yəqin ki, ətraflı tanıyırsınız. Çünki mən düşünmürəm ki, bugün mənim yeni bu təbabəti öyrənən doktorlar dinləyir. Bəli, burada da heç bir necə deyirlər, bir dənə burada biraz ehtiyatlı olmaq lazımdır ki, burada əgər börək problemləri varsa, çünki burada kalium gidrokarbonat da vardır. Bir də əgər xoralar vardısa mədədə və bağırsaqda, təbii ki, burada çox ehtiyatla bunu istifadə etmək lazımdır. Sonra biz dedik ki, mikroorqanizmlərin özünün ifraz etdiyi maddələr var və onun o deməli verdikdə həmin müvafiq mikroorqanizmlərin mühiti pozulmuş olur və burada strakeli də hamınız tanıyırsınız. Deməli, bütün strakel nəyə aiddir? Selikli qişalarda, parenximatoz üzvlərdə, toxumalarda daha çox inkişaf edən mikroorqanizmlərin verdiyi maddələrdir və bunun da bizdə həm damcısı var, həm də iynə forması da vardır. Yəni bu aid, yəni bu selikli qişalara aid, yəni mədə bağırsaqdır, orogental sistemdir, tənəffüs sistemidir və buralarda deməli, əgər bizim bioplonkalarımız varsa, mühiti düzəltmək üçün biz strakel istifadə edirik. Sonra nə baş verir bu mühiti dəyişir, bu mühiti biz dəyişiriksə, bu pH-ı dəyişiriksə, bax, bunu mən bir daha vurğulamaq istəyirəm. Yəni, bu zaman o Enderlein onlar deyir ki, reversiya baş verir. Reversiya əslində nə deməkdir? Virulentliyin azalmasıdır. Əgər mühit dəyişirsə, bunun turşuluğu artırsa, bunun daha virulent forması, daha patogen, ağır forması əmələ gəlir ki, və ağırda resivə edən, uzun sürən infeksion proses törədir. Amma burada isə nə baş verir? Mikroorqanizm o virulent formasından biz verəndə o dəyişir daha sadə formalara. O virulentliyini yavaş-yavaş itirir, patogenliyini itirir və yavaş-yavaş o apatogen formaya çevrilir. Və bioplonkalara bunu biz necə aid deyə bilirik? Deyək ki, əgər bax, mikroorqanizmlər artıq harasa yapışırlar, ya yapışıblar,
Yəni o yapışma qabiliyyətini də deməli azaldır və və beləliklə həmin o mikroorqanizmlər, həmin o ekstraselülyar polimer maddənin sintezini də deməli qabiliyyəti aşağı düşür və plyonka yaratmaq qabiliyyəti aşağı düşür. Çünki o plyonkanı çox yüksək virulentli formalar yarada bilir və yenə də bu reverse fenomeni, Enderlein dediyi reverse fenomenini bizə izah edir və nəticə etibarilə elə mikroorqanizm yenə öz tək-tək formasında qalır. Yəni birləşərək icma yaradıb, sonra özünə belə deyək, dam düzəldib, bir ev düzəldib, orada o plyonka vasitəsilə gizlənib, yaşayıb və bu quorum sensing məsələsi ortalığa gəlib çıxmır. Və beləliklə bu mühitin düzəlməsi. Eyni zamanda mühit düzələndə eyni immun sisteminin hüceyrələri, biz gözəl bilirik ki, immun sisteminin iki istiqamətdə mikroorqanizmlərə, ya hansısa bir toksiki maddələrə, hər bir şeyə qarşı, yəni müdafiə iki səviyyədədir. Birincisi hüceyrə səviyyəsindədir, ikisi isə yəni yerli lokal, üçüncü sistemli yaxud generalizə olunmuş cavabdır. Ümumi cavab nədir? O qeyri-spesifikdir, hamımız bunu gözəl bilirik, bu çoxdan məlumdur. Bu fagositoz prosesidir. Yəni fagositoz edən hüceyrələr bu qanda bu neytrofillərdir, amma hüceyrə səviyyəsində bu əsasən makrofaqlardır, qranulocitlər biz deyirik. Yəni onlar belə deyək, anidən gəlmə tanım preparatları, onun immunomodulyatör qrupu anadan gəlmə immuniteti artırır. Yəni immun hüceyrələri deyək ki, daha yaxşı aktivləşirlər, sayı artır, buna aid tədqiqatlar da vardır, artır və onların hətta biotənzimləyicidə də bu preparatlarda da orada da tədqiqatlar var ki, orada da göstərir ki, orada müəyyən belə preparatlar vardır, immunomodulyatörlar, hansılar ki, immun hüceyrələrinin həm sayını artırır, həm də onların fagositoz etmə qabiliyyətini artırır və beləliklə bioplyonkanın yaranma ehtimalını aşağı salır və beləliklə bu ikinci qrup, ya ikinci mərhələ biz istifadə edəcəyimiz preparatlar bu bioplonkalarla mübarizədə bu olur immunomodulyatörlərin istifadəsi. Bu da yenə yadımıza düşür ki, Enderleinə görə bu belə biz deyirik həmişə ikinci pillənin preparatları. Natakil, Partakil, Perpakil və digərləri bunlar nə edirlər? Bunlar mikroorqanizmləri öldürmürlər. Bunlar həmin o immun sisteminin məsələn, Natakil daha çox nəyə qarşı işləyir? İmmun sistemində deməli məhz bakterial infeksiyalara qarşı mikroorqanizmlərin deməli belə immun hüceyrələrinin aktivliyini artırır. İstər fagositozu, istər isə spesifik daha çox bunu spesifikə biraz digər başqa qrupdur, onu söyləyəcəm. Yəni bizim əgər bakterial infeksiyalarımız var, xroniki infeksiyalarımız varsa, mühiti düzəldərək paraleldə immunomodulyasiya edici, yəni immun sistemi özü işləyir. Mikroorqanizmi öldürmək lazım deyil. Yəni bioplonkanın əmələ gəlmə qabiliyyətini aşağı salmaq lazımdır və bunun üçün mühiti dəyişmək lazımdır. Natakil deməli bu da bu preparat belə deyək ki, ən sevimli mənim preparatımdır. Ona görə ki, bunun eyni zamanda həm çox formaları var və eyni zamanda da bunun damcı forması bu yeganə belə bir damcıdır ki, onu bütün səthlərə biz istifadə edərik və uşaqlarda bu belə əvəz olunmaz bir preparatdır. Çünki bunu istər göz patologiyasında, istər qulaq patologiyasında, xroniki yaxud ağız boşluğunda olan
deməli, xroniki infeksiyalarda onu damcı şəklində istifadə edirsən və çox gözəl effekt əldə etmək olur. Eyni zamanda tablet forması da var, iynə forması da var və bunları da biz istifadə edə bilirik. Bax, bu stomatologiyada bu əvəz olunmaz bir preparatdır. Əgər kimlərsə yadına salırsa, çox məşhur bir Şveysariyalı Thomas Rau ilk dəfə bax bu terapiyanı elə bil ki, mən onu dinləyərək, mən onun dərinliklərinə vardım və onun kimi də bu terapiyanı sevdim və bu elə bir ən aparıcıdır. Çünki biz burada fəlsəfə var, fəlsəfi yanaşma var, immun sistemini qaldırmaq var. Mikroorqanizmi öldürməklə deyil ki, öldürürük, nə olur? Nə qədər əlavə təsirlər. Dizbakterioz, kandidoz, residiv formalarının, residivlər, rezistent formalarının əmələ gəlməsi, antibakteriyalizm, yəni problemin həlli deyil. Problemin həlli deyil. Amma bax burada natakeli deyək ki, əgər bu bakterial infeksiyadırsa daha çox ağız boşdur, onda elə və yerli onu istifadə etmək olar. Yaxud da burada artıq kandida formaları varsa, albikans baş qaldırıbsa, bəli, burada perfakel də var. Albikansan preparatımız da var. Yəni bunları bax belə yerli də istifadə edə bilərik. Bax, bu albikansanı dedim. Yəni bu əgər mikozlar vardılar və xüsusi olaraq kandida albikansa bağlı olan deməli xroniki infeksiyalar, plonkalı formalara bağlı olanlar və bu da elə həm bütün seyirlik uşaqlarda. Bilirsiniz ki, kandidoz harda yoxdur. Mədə ağız boşluğunda, mədə bağırsaq traktında, ora genital sistemdə və elə bugün məsəl üçün bu intestinal sistitdən danışırlar və elə bir çıxış yolu da uroloqlar deyir yoxdur. Sidik hissəsinə antibiotiklər vermək, yumaq, təmizləmək, amma yenə də hətta gənc insanlarda bu ağır formada gedir. Ona görə ki, burada bu bioplonka formaları var. O mikrobu öldürməklə deyir. Və deməli bu infeksiyaların digər yerlərdə də xroniki ocaqları var ki, gəlir məsəl üçün deyək ki, birində sidik hissəsindədir, birində nə bilim vaginadadır, birində prostatadadır, prostat vəzindədir və s. və s. Yəni problemin həllinə baxmaq lazımdır. Daha doğrusu xəstəliyin patogenezinin mikroorqanizmlərə bağlı olan patologiyanın patogenezinə baxmaq lazımdır və onda daha rahat belə deyə, necə deyirlər, iş görə bilərik. Bu da şükürlər olsun, bu da bizdə vardır. Bunun da damcı forması vardır. Əgər bizim sırf bağırsağımızda olan bir problemlər varsa, əvəz olunmaz preparat Partakel. Bax burada biz bu preparatdan istifadə edərək çox bir şeylər əldə edə bilərik və nəinki mədə bağırsaqda biz onu da bilirik ki, bizim zədələnmiş seyirlikli uşaqlar sindromu. Biz bilirik, bizim bu təbabəti bilən doktorlar bilirlər ki, bütün seyirlik uşaqlar bir-birinə bağlıdır. Və bir seyirlik uşaqda problem varsa, paralel olaraq digər seyirlik uşaqda vardırsa və ən böyük seyirlik uşaq insan orqanizmasında məsnədə bağırsaqdır və burada biz bunu düzəldəndə daha paralel olaraq deyək ki, sidik cinsiyyət və tənəffüs sistemində olan deməli xroniki infeksiyalarda əgər biz burada düzəldiriksə, o digər seyirlik uşaqlarda olan bu proseslər yavaşlayır, rezisivlərin qabağı almış olur və beləliklə bu da çox belə gözəl bir preparatımızdır. O da həm tabletka şəklində var, həm də damcı şəklində vardır. Sonra əgər deyək ki, biz dedik ki, bu bioplonkalarda bir növ mikroorqanizm də ola bilir və ola da bilir ki, bir neçəsi yenə də birləşib burada ola bilirlər. Əgər bizim deyək ki, virus infeksiyalarımız varsa, burada da yenə Quintakel kimi preparatımız vardır.
O da damdı şəklində vardır. Yəni daxilə də qəbul etmək, sürtmək də olur və belə deyək, bizim virusa əleyhinə də bax, yəni bunları da baxın, bütün növ mikroorqanizmlərə aid endirilən preparatlar hazırlanmışdı. Tak, deməli kandida parapsilozisə, yəni digər göbələyə qarşı da bu da yenə xroniki mikozlara dair olan xəstəliklərə bax bizim perfakehilimizdə vardır və bu da bizdə damcı şəklində vardır. Və yenə də və iynə yox, iynə şəklində mən bilən yoxdur. Amma daxilə qəbulu vardır. Daxilə olanı da hər zaman bilin ki, sürtmək də olur və bu uşaqlarda da çox yaxşı effekt verir. Ümumiyyətlə püküşün daxili tərəfinə, qolumuzda, nahiyələrə bunu sürtərək də daxilə qəbul olunan forması kimi də deməli o effektini verir. Sonra Exmikel şamı. Exmikel preparatı şam şəklindədir və bu lap belə gözəl preparatdır. Deyək, əgər siz tam dəqiq araşdıra bilmirsiniz ki, hansı mikroorqanizm, əslində bu Candida albicansanın, Fartakehilin və Perfakehilin kombinasiyasıdır. Və beləliklə 3 dənə mikroorqanizmi əhatə edir və beləliklə harda mikoz gördünüz, yüksək səviyyədə mikozların kolonizasiyasını gördünüz, müxtəlif lokalizasiyada çox rahat bax bu Exmikel şamını da istifadə edirsiniz və yaxşı-yaxşı nəticələr görə bilirsiniz. Sonra immunomodulator preparatlara gəldikdə yenə də bu belə seyhli qışalara bağlı olaraq, yəni yaxud da belə deyə bilərəm, nəinki seyhli qışalara, deyək ki, ürək qan damar sistemini çıxmaq şərti ilə digər hansı sistemlərdə patologiya varsa, xroniki patologiya, bilin ki, gözü yumulu siz burada Nigersanı yaza bilərsiniz. Bu həm urogenital sistemdir, həm autoimmun xəstəliklərdir, həm limfa sistemidir və tənəffüs sistemidir, sümük sistemidir, ziyillər, papilomalar, bunların hamısında Nigersan istifadə edə bilərik və bu da bizdə damcı şəklindədir. Sonra deməli, baxın, bütün formaları var. Bütün formaları var. Ola bilər indi hansınsa bu dəqiqə olmasın, amma bilin ki, bunların hamısı qeydiyyatda vardılar. Müvəqqəti olaraq ola bilər hansısa forması yoxdur, amma birazdan yenə Azərbaycana daxil olacaqdır və həkimlərin, necə deyərlər, ixtiyarında olub onların həkimlik prestirini yüksəyə qaldıran çox yaxşı, deməli, preparatlardır. Əslində, bax, bunlar, bax, görürsünüz bu Günter Enderlein, mən sizə dedim də, Günter Enderlein Louis Pasteurlə birlikdə oxumuşdum. O zaman, deməli, Fransada, deməli, elə bir mikrobiologiya elmi daha çox Fransada o vaxt inkişaf edirdi və bunlar birlikdə oxuyurdular. Günter Enderlein bu Alman olub, o isə Fransız olub və bunlar elə sonradan bunlar ayrılıblar. Nə mənada ayrılıblar? Bu mikroorqanizmlərin bir formadan digər formasına keçməsini Günter Enderleinlə orada deməli Fransız digər Fransız bir Louis Pasteurdən öncə olan Becham, Antoine Becham, bax belə bir alim olub. O deyib, bu nəzəriyyəni, yəni mikroorqanizm bir formadan mühit dəyişdikcə digər formalara, daha patogen formalara, daha ağır patologiyaları törətmək qabiliyyətinə malik olduğunu Antoine Becham bitkilərə aid və bir də heyvanlara aid demişdi.
Bu polimorfizm də ona polimorfizm və nəzərə alın ki, o vaxt heç bir nə immunologiya vardı, nə müvafiq terminologiya vardı. Yəni o terminlər o vaxt elə idi, amma məğzi bu idi ki, yəni elə həmin o Fransız Beşant, Louis Pasteur'dən öncə olan deyir ki, baxın o bitkilərdə, heyvanat aləmində hamımız gözəl görürük ki, onlar da necə deyirlər dəyişir. Məsələn, gənc bir ağac və deyək artıq ömrünü başa vurmuş ağacı nə var onun üstündə? Göbələklər var, elə deyilmi? Xəstəliklər var ya heyvanlara baxdıqda. Yəni hər bir şey bilirsiniz bu fəlsəfədir. İnsan orqanizmində bir növ burada deyir ki, orqanizm dəyişir və onun daxilində olan o normal formalar patogen formalara çevrilir və ağır patologiyalar yaradır. Yəni insanın bir növ ölümünün, xəstələnmənin, qocalmanın səbəbləri müəyyən qədər onun daxilindədir. Və onun o daxili mühit, Mille o vaxt Enderlein onu elə deyirdi. Və deyir ki, bax onu deyirdim ki, yəni amma Louis Pasteur hansı ki elə belə deyək fransız olaraq o həmin bu nəzəriyyəni hansını ki ondan öncə Antoine Béchamp bitkilərə və heyvanlara aid demişdi. Onu insanlara şamil etmir. İnsan orqanizmində olan mikroorqanizmlərə, bu bioloji amilə bağlı olan xəstəliklərə şamil etmir. Amma Günther Enderlein deyir, yox, həmin bir şey bitki, flora, fauna və insana aid olan həmin o forma vardır. Louis Pasteur isə deyir, yox, monomorfizmdir, yəni mikroorqanizm dəyişmir və çox təəssüflər olsundur ki, biz də sizinlə akademik təbabətin yetişdirmələri olaraq bizə də institutda, universitetdə bizə monomorfizm keçiblər. Mən həmişə düşünürdüm, görəsən, niyə doktorlara belə biraz aydın olmur da bu Enderlein dediyi və sonra da fikirləşirdim ki, yəni biz bu istiqamətdə oxumuşuq, bax belə biliklər verilib, ona görə bu paradigma dəyişə bilmirik. Amma bugün bax bu bioplonkalar mövzusunda bax mən sizə bir növ belə deyək akademik təbabətin dili ilə istəyirəm çatdıram ki, bəli, paradigma dəyişibdir. Sanum preparatları patogenetik preparatlardır. Mikroorqanizmlərdə, insanda olan xəstəliklərdə, xüsusi olaraq xroniki infeksion xəstəliklərdə o patogenetik amillərə, yəni mikroorqanizmlər nədən belə aqressiv olurlar və bizdə neçə illərdir antibiotiklər var, amma eyni zamanda da neçə illərdir antibakterial rezistentlik məsələsi var və yeni daha aqressiv formaların, daha güclü belə deyək mikrob əleyhinə dərmanların yaradılması eyni zamanda da güclü əlavə təsirlərə malik olan dərmanların yaranmasıdır və bu da heç bir yəni demək problemin həlli deyil. Amma bu cür qanun terapiyaya yanaşdıqda isə bu preparatları istifadə etdikdə biz burada patogenetik həlqələr, yəni mühiti düzəldirik, orqanizmin özünün immun sistemini dəyişirik və beləliklə biz xüsusi olaraq reabilitasiya, yəni xroniki infeksion proseslər varsa, biz reabilitasiya mərhələsində mütləq keçməliyik, bax bunları bu sanum terapiyanı aparmağa və paralel də çox yaxşı olar ki, böyük tənzimləyici terapiyanı da qoşaq. Çünki orada da müəyyən bir preparatlar var, o da bizə kömək edir, onu birazdan söyləyəcəm, amma İndi yenə davam edirəm. Üçüncü, bu immunomodulyasiya ki, məsələsi mən danışdım, bax o preparatları sizə dedim. Onlar daha çox təsir edir, dediyim kimi, qeyri-spesifik andan gəlmə immuniteti qaldırmağa, fagositoz məsələlərini və o bioplonkanın əmələ gəlməməsinə. Amma baxın, burada bir qrup
Endilərin yaratdığı dərman var ki, o belə qətiyyən əvəz olunmazdı və bu daha dəqiq, spesifik o bioplonkanı, o bioplonkanın içərisində olan mikroorqanizmlərə təsir edən preparatlardır. Buna deyirik. Biz bunlara deyirik sanukel preparatları. Baxın, deməli, Sanukil preparatları burada bir cədvəli göstərmək istəyirəm. Baxın, bu çox da dəqiq bizim biliklərimizdir. Biz bunu bilirik və bunu da elə yəni mikrobiologiya bu və digər demək plankton formalarına aid. Məsələn, Staphylococcus aureus. Bu hansı xəstəliklərin yaranmasında bu vardı, sübuta yetirilibdir. Bax, bu yaranıbdır. Elə həmin o mikroorqanizmdən hazırlanmış deməli kiçik dozalı preparatlar məhz elə hədəfli olaraq həmin o bioplonkanın içərisində olan mikroorqanizmlərin tanınmasına və immun sisteminin onlara qarşı spesifik aktivləşməsinə kömək edən preparatlardır. Və burada siz görürsünüz ki, Azərbaycanda 5 preparat vardır. Staphylococcus aureus, Mycobacterium bovis, Escherichia coli, deməli Streptococcus deməli Pyrogenus və Candida albicans. Bax, elə mikrobun adına da qısaca bax burada yazılıbdır. Sanukil staph, muk, coli, strep və kan. Və siz burada bu sanukil preparatlarını istifadə etdikdə siz birbaşa o həmin sırf o patologiyanı bildikdə, mikroorqanizm istifadə bildikdə, bax, sanukil preparatlarla hədəf olaraq həmin o plonkanın içərisində gizlənmiş mikroorqanizmlərə təsir edə bilirsiniz və bunlar da hamısı damcı formasındadır. Damcını da bilirsiniz ki, daxilə də qəbul etmək olur, damcı şəklində də istifadə etmək olur və burada əgər bir neçə mikroorqanizmdə ola bilir. Biz bilirik ki, patologiyalar var ki, eyni zamanda həm bakterial forması var, həm göbələk formaları vardır. Bunları müvafiq növbələşmiş şəkildə istifadə etmək olar və əsas odur ki, biz onları həftənin 5 gününü istifadə edirik, 2 günlük fasilə veririk. Nə üçün? İmmun sistemini artıq deməli öz işini görmək üçün, cavabını hazırlamaq üçün, yəni spesifik cavab da bilirsiniz, bu sistemli cavabdır. Həmin mikroorqanizmə qarşı deməli anticismlərin əmələ gəlməsidir. Yəni 5 gün istifadə, 2 gün immun sistemi artıq kifayət qədər bunları tanıyır və spesifik anticismləri əmələ gətirir və beləliklə də biz hədəfimizə çatmış oluruq. Eyni zamanda da bizim bir neçə dəqiqəmiz var. Onu demək istəyirəm ki, bayaq söylədim ki, biotənzimləyici terapiyada da bizim bəzi preparatlarımız var ki, biz onları burada istifadə etdikdə bu terapiyanı biraz da belə deyək, sinergizm əldə edə bilərik. Biotənzimləyici terapiyada baxın, bizim burada əgər onu bilirik ki, əgər bizdə xroniki bakterial infeksiyalar varsa, bizim echinacea kompozitumumuz var, gözəl. İynəsi də var, tabletkası da var. Yox, bizdə əgər virus infeksiyalarıdırsa, herpes daha çox formaları xroniki formasında varsa, engistolumuz var. Limfomiazotla tandilla kompozitum, bunlar ümumiyyətlə xroniki infeksion xəstəliklərdə əvəz olunmaz preparatlardır. Nəyə görə? Çünki hamımız bilirik ki, mühitin dəyişməsi hüceyrə ətrafı matriksin dəyişməsidir. Yəni burada bütün qan dövranının dəyişməsi, asidozun burada dəyişməsi, hüceyrə ətrafı matriksi isə təmizləyən, yeniləşdirən hər zaman nədir? Limfa damarlarıdır. Ona görə də həmin o matriksi təmizləmək üçün, o mühiti düzəltmək üçün, ümumiyyətlə mühiti düzəltmək üçün limfomiazot preparatı əvəz olunmazdır. Tandilla kompozitum isə daha dərindən
bu prosesə təsir etməkdir. Çünki limfostaz götürülərsə, hüceyrə ətrafı matrik dəyişilərsə, yaxşılaşarsa, immun hüceyrələri də aktivləşər. Burada toplanan toksiki maddələr də buradan təmizlənər və beləliklə artıq immun sistemi daha da aktivləşər və daha da gözəl biz effekt əldə etmiş ola bilirik və bioplonka formalarında Tanzila kompozitumun istifadə edərək xronikləşməsinin və xüsusi olaraq da xroniki tonzillitdə bu artıq çox gözəl necə deyirlər özünü göstərmişdi və 70-80%-ə qədər residivləşmənin qabağını alır. Baxın, ən güclü bir preparatdır. Deyir ki, tanzilitdir. Mütləq limfa drenaj olunmalıdır. Deyək ki, bir söhbət aparıq. Badamcıqların xroniki infeksion, təbii ki, infeksiya ilə bağlı olaraq vəziyyətinə biz drenajı yaxşılaşdırırıq və beləliklə bioplonkanın əmələ gəlməsi üçün stimul qalmır. Çünki mühit düzələndə mikroorqanizm biz bayaq söylədik ki, gizlənmək, özünü qorumaq, antibiotikdən özünü qorumaq ehtiyacı olmur və o daha həmin o polimer maddəni sintez etmir, birləşmir, yapışmır və beləliklə onun tərkibində olan preparatlar bütün bu bioplonka yaranmasının da əmələ gəlməsinin qabağını alır və deyək ki, əgər pasientimiz bizim kəsim mərhələdədirsə, çox ehtiyac duyularsa, bu təbii ki, uşaqlarda daha çox olur. Birinci mərhələdə bəli, müəyyən qədər çox ağır formada gedirsə, antibiotik istifadə edərsə, amma yaxşı olar, badamcıqlar qəşəng yuyulsun, təmizlənsin və sonra isə residivləşmə, yəni o plonka yenidən əmələ gəlməsin deyə, bax o Tanzila kompozitumu siz deməli əzələ daxili istifadə edərək həftədə bir dəfə də ola bilər. Təbii ki, o uşaqlarda özünün dozalanması var. Siz bunu uzun müddət, belə deyək, 1 ay ya 2 ay nəticədə istifadə edərsinizsə, həmin o bayaq dediyim o mühitə də təsir etməklə, Sanukel preparatlarını da istifadə edərək paralel şəkildə siz aparsanız, hörmətli doktorlar, siz davamlı remisiya əldə edəcəksiniz və heç də tanzilektomiya bu uşaqlar getməyəcəkdir. Bilin ki, artıq bir 15 ildir bu təbabətlə mən insanları müalicə edərək bir mənalı sizə bir necə deyirlər, bir püf nöqtədə söyləyə bilərəm ki, o insanlar ki, hansılar ki, uşaq vaxtı ya o uşaqlar ki, hansılar ki, tanzilektomiya olunubdur. Bilin ki, onların müalicəsi hətta bu terapiyada tanzilektomiya olmamış uşaqlığında ya yaxud sonradan insanlarda effektivlik daha yüksək olur. Yəni, insanda artıq heç bir orqan yoxdur və onu da kəsib atmaq, heç nə ilə kəsib atmaq lazımdır. Olanını sadəcə olaraq onun müalicəsini bilmək lazımdır və bax, beləliklə doktorlar bütün düşünürəm, ürəyimdə tutduğumu sizə çatdıra bildim. İndi isə zəhmət olmasa biz keçə bilərik suallara. Buyurun. Axşamınız xeyir Fikriyə xanım. Hər vaxt xeyir. Axşamınız xeyir, hörmətli Leyla xanım, buyurun. həkimlərimiz. Çox sağ olun dəyərli məlumatlarına görə. Deməli, Fikriyə xanım, sizə bütün həkimlər təşəkkür bildirir. Bir həkim yazır ki, əhəmiyyətli və innovativ bilgilər üçün sizə və Bioloji Təbabət Klinika təşəkkür edirəm. Belə deməli, birinci sual belədir. Biraz uzun yazıb həkim, mən oxuyum da sizə. Patoloji prosesin əmələ gəlməsini çox gözəl izah etdiniz. Bu proses dediyiniz kimi asidozun əmələ gəlməsinə səbəb olur.
Bu Yox, mühit hı hı. Ya, eyb yox, deyil. Hı hı. bu mühitin əmələ gəlməsinin qarşısını təbii yolla necə aradan qaldırmaq lazım? Hı. Yəni vaxtında prosesin qarşısını alaq ki, turşuluq hüceyrə və hüceyrə Nə arası gözəl. Çox da gözəl sualdır. çox mühitdə zəif gələvi mühitinə Ay, çevirsin. bəli. Antibiotiklar bildiyimiz kimi istifadə etmək bir tərəfdən xeyirlisə, üç tərəfdən zərərlidir. Nəqliyyatı xeyirdir. Və Niyə qoyanda o sonrakı məsələlər o xeyir. yəni bir məlumat varmı ki, iltihab əleyhinə antibiotikləri əvəz edə bilər? Bu axırda biraz qəliz oldu. Eyb yox. Yəni İltihab antibiotik əleyhinə dərman başqa bir şeydir. yox. Antibiotik Bəli, başqa bir şeydir. İltihab hansısa patogen amilin, burada patfizi biraz yadımıza sala bilərik ki, uzun zaman hansısa bir patogen amil, bu patogen amil müxtəlif tür ola bilər və iltihab prosesi infeksion da olur, qeyri-infeksion da olur, kimyəvi mənşəli olur, fiziki amillərə bağlı olur, psixogen də hətta olur və ona görə də o səbəbinə görə biz egzogen və patogen, egzogen və patogen endogen. endogen amillər bilirik, patofiziologiya. Egzogenlərdən bayaq sadaladıqlarımdır da, fiziki, kimyəvi, Bəli, mexaniki və mikroorqanizmlər bağlı. Biz bu gün, mən elə mühazirəni oradan başladım. Dedim ki, biz mikroorqanizmlərə insanda bu ən çox amillərdən biridir ki, insanlar daim bizlə birlikdə yaşayırlar da. Daxilimizdə 2-3 kiloqram mikroorqanizm var və bizim mühitimiz dəyişəndə orada şərti patogenlər baş qaldırır. Bəli, ümumiyyətlə bütün xəstəliklərin, xroniki xəstəliklərin dostlar təbii ki, mən onu dedim, bir daha vurğulayım. Yəni daxili mühitimizin turşuluğun artmasıdır. Amma turşuluq da dediyim kimi toxumalarda, qanda yox, qanda 4 dənə bufer sistemi var. Həmin onu o bizim o reanimasiyada o bir balaca o pH, qanın pH dəyişərsə, bir onun o sotaydı öyle yani o bəli. Virgüldən sonra Düzdür. şey dəyişirsə Aha, insanın mühit heç vaxt dəyişmir, formalaşır. Sadəcə müdafiə reaksiyası kimi bu ötürülür, tez böyrək çıxardır, sili ilə çıxardır, nəfəslə çıxardır, dəri ilə çıxardır, o qalmır. Amma xroniki şəkildə olduqda orqanizm artıq neyləsin? Aparıb toxumalara qoyur və bu dəyişəndə burada immun sistemi də dəyişir, mühit də dəyişir və həmin o bax biz hər şeyi qaynadıb yemirik ki. Mədə-bağırsaq traktı ilə bilirsiniz bəli, nə qədər mikroorqanizmə daxil, səhhətimizdə nə qədər vardır. Yəni ətrafı da sterilizasiya edib yaşamırıq və əgər mənim immunitetim zəifdirsə və mənim pH-ım aşağı açılı tərəfdirsə toxumalarda, təbii ki, məndə elə ətraf mühitdən olan mikroorqanizmlər, elə bu dişlərimizin dibində, ağzımızda nə qədər insan yaşlandıqca xronik infeksiya ocaqları var. Onlar təbii ki, daim bu formaları aktivləşdirəcək, xroniki infeksion proseslər törədəcəkdir və intoksikasiya edəcəkdir. Ona görə də bax bu necə deyirlər, bu patogenez çox sadədir əslində. Patogenez mürəkkəbdir, amma araşdırdıqda görürsən ki, necə hər şeyin bir-birinə bağlı sadədir. bu bir proseslər Aha, aydın olur ki, sən necə buna yanaşmalısan və sual da belə idi ki, bunu necə da, eləmək? Burada mən aha, qısaca deyirəm ki, baxın qarşısında. ki, bu gün Amerikada Amerikada həyat tərzi təbabəti inkişaf edib dostlar. Bəli, Və bizim dostumuz Kolumbiyalı İnteqral o Sağlamlıq bir. müdürü Artur O'Birni Tibb Universitetində də həkimlərin təhvilləşdirmə institutunda da mən ondan xahiş eləmişdim ki, zəhmət olmasa bax bu mövzuda deyil. O da gözəl izah etdi. Bu gün doktor və bunu biz qədimdən deyirik, biz integral səlavətdə deyirik ki, doktor tək müalicə etmir. Və pasiyent durub baxmır ki, doktor nə edir. Pasiyent birlikdə işləyir. Doktor həm müalicə Bəli, edir, doktor eyni zamanda da başa salır ki, müəllimi də eyni zamanda da pasiyentin. bəli, Ki sən necə həyat tərzi yaşamalısan. Hamı indi dəyişir. gözəl bilir ki, ətraf mühit, qidamız, havamız, suyumuz, ətraf mühitdə olan Mühüm. insanlar, yəni bu stres amilləri, psixoloji yüklənmələr, bunlar hamısı bizi çökdürür.
Və nə qədər gözəl müalicələr aparılsa və pasiyent həyat tərzini dəyişməsə, qidalanmasını dəyişməsə, yəni əslində gəlib profilaktik təbabətə gəlib çıxırıq. Çünki biz Bəli. qorumalıyıq. Çünki biz bunu eləməsək, zaman-zaman, dama-dama hər şey dəyişəcəkdir və e, bunun profilaktikasını, hərəkət aktivlik, baxın, nə hərəkət eləyirik? Elə pult əlimizdə, e, yerimirik, yeyirik, otururuq, hərəkətsizlik. Qidalar da ki, hamı bilir ki, nə qidalardır, düz yemirik. Bəli, bu fast foodlar, qızarılmışlar və s. Yəni bu uzun məsələdir. Bunu daim belə bizim diyetoloqlar danışır, elə biz hər zaman danışırıq. Hər zaman da deyirik ki, hər şey həm düzgün qidalanma, həyat tərzi, bir də mind terapiya. Mind terapiya açın baxın bizim inteqrativ təbabətin o müalicə üsullarında. Yəni bu şərqdən gəlir. Orada daim buna fikir verilir, daim deyilir və ümumiyyətlə Tibet təbabətindən mən bunları sizə dəfələrlə demişəm. İnsanın xəstələnməsi birinci onun ruhunda başlayır, onun emosional sistemində. Uzun zaman baş verən emosional sistemdə pozulmalar sonra somatik canlımızda, fiziki canlımızda bizə pozulmalara gətirib çıxaracaq. Yəni bunları eləyirik və düzgün həyat yaşayırıq ki, bu qədər aqressiv hər tərəfimizdə bizim ağlımızdan artıq asılı olmayan nə qədər amillər var ki, biz onu ancaq bir balaca özümüzü qorumaqla, öz həyat tərzimizə düzəliş verərək həmin o istər iltihab belə istər infeksion mənşəli iltihabı proseslərə, istər isə digər amillərə bağlı olan bu xroniki iltihablı proseslərdən müəyyən qədər özümüzü qorumuş olaq. Axırıncı sualı bir də Leyla xanım orada deyərdiniz, biraz belə qarışıqlığıdır. Bir də yadıma salın, yuxarıda nə yazılır? Birinci odur ki, turşuluq olmasın orqanizmdə, hüceyrə əvəzi mühit zəif qələvi mühitinə çevirsin Orada və doktor elə bilir ki, əvvəl mikrob düşür, sonra turşuluq yaranır. Yox, əksinə. Mühit dəyişir ki, mikroorqanizm çiçəklənə bilir. Mən bayaq söylədim ki, insan bəli, orqanizmasında daxilində də, üstündə, dərisində də nə qədər şərti patogenlər var. Yəni oturub heç bir biraz da arta da bilir, amma bizdə heç bir xəstəlik törədə bilmir. O mühit ki dəyişəndə bu onda həm çox artır, həm də onun virulentliyi, patogenliyi artır, o xəstəlik törədir. Yəni mühit. Baxın, burada da nə yadıma düşdü? Claude Bernard'ın məşhur. bəli, Yəni bunu hamı bilir, mikrobiologiyada hamıya keçirdim, sadəcə yadınıza salım. Deyir ki, mikrop heç nədir, mühit hər şeydir. hər şey, bəli. Bax, bu fəlsəfədir də, həkimlik valla fəlsəfədir, patogenez fəlsəfədir. Və hər elmdən bu mexanizmləri biz bilsək, biz düzgün düşünəcəyik. Bu təbabət Bəli, çox vacibdir. Təməl elmləri biləsən, yaxud klinik təcrübəndən sənin təməl bir özünün yekun bir fikirlərin olmalıdır ki, orqanizmi bütöv doğru anlayasan, o bəli, xəstəlik zamanı nə baş verir və ona düzəliş verəsən. bəli, bəli. Hı hı. Çox sağ Her olun. şey cevap verdin mi bütün tam ya? Orada neyse kaldı Bəli, mı? Fitriyə xanım, вот bizim drenaj detoksikasiya, onlar profilaktik demək olar ki, bu qarşısını alır asidozun. Əlbəttə ki, baxın, orqanizm özü daim nə edir? Nəyin vasitəsilə anadan gəlmə Hı hı. değişdiği drenaj sistemlər var. Drenaj. En birincisi qan dövranını aparır hara qoyur? Orqanizm aparır qoyur hüceyrə ətrafına. Hüceyrə əvəz Hüceyrə ətrafında. ətrafından çıxardan nədir? Limfa sistemidir, limfa Bəli, damarlarıdır. Və onu oradan çıxardandan menosis. sonra, yəni limfa sistemi kifayət qədər normal işləyirsə, limfa damarları Bəli, birbaşa matriksdən, hüceyrə ətrafı matriksdən başlayır. Gətirir tökür qana. Qana tökəndən sonra bu nətər çıxır canımızdan? qaraciyərə sonra. Qaraciyər orada müxtəlif özü üçün reaksiyalar eləyir. Öd, Bəli. öd kimi axıdır onu Hı hı. bağırsağa, bağırsaq işləyir, zirzibilləri çıxardır. Bəli, Deməli, qaraciyər əsasən onun rolu nə idi? Ən pis zəhərlər yağda həll olunanlardır. bəli, aha, Lipofil deyirik. Çünki bütün bəli.
hücreləri lipofildirlər. Yəni o lipofildirsə oradan keçəcək, hidrofildirsə oradan keçməz ya da suda həll Aha, olunacaq. Qaraciyər bəli, bəli, niyə belə mühümdür? O müxtəlif biyokimyəvi reaksiyalar vasitəsilə bəli. zəhəri lipofil formadan hidrofilə Aha, çevrilir. Sonra çevrilir. qanla gedir böyrəyə, böyrək süzür çıxardır. Tərvəzləri Bəli, tərlə çıxardır və bir də mədə bağırsağa, bax belə mədə bağırsaq da yaxşı işləyir. Çünki bəli. nə qədər orada yəni biz yediyimiz hər şey həzm olunmur və ən tez də regenerasiya edən hüceyrələr bağırsağın beylik quşasıdır. Bunlar Hı təmizlənir hı. daim və beləliklə orqanizm təmizlənir. Aha, Ona görə bu çok. bizim bu drenaj Aha, detoksikasiyamız nədir? Həmin o drenaj üzvlərə müvafiq kompozitumlar, bax bunu hər zaman xüsusi olaraq çox uzun xroniki xəstəliyin gedişatı bəli, say yaşlıdırsa hər zaman hiperkompozitum, solidaqa kompozitum, hı minimum hı. nux vomica, orada öt məsələləri varsa burada xelidonium da ola bilir Bəli, və bunlar hamısı natri klorda və bizim bikarbonatla. Elə aha. karbonatla birlikdə bu drenaj Yerinə sistemində daxil. edirik. Bu elə bir fonu təmizləyirik də. Sonra Bəli, immun bəli, sistemi də o immun hüceyrələri hardadır? Hüceyrə ətrafı matriksdədir. O matriks o gündədir, o hüceyrə immun hüceyrəsi nə gündədir? Oranı təmizləyəndə immun hüceyrəsi artıq elə mühit düzəldikdə immun hüceyrəsi də aktivləşir. Və bəli, bəli. orada əgər oralarda mikroorqanizmlər varsa, onlar da artıq bioplyonka yaratmır. Pür sakitçilikdir, rahatçılıqdır və təzədən apatogen formasında olur. Onun virulentliyi artmır. Və beləliklə artıq belə çox bir şey əldə etmiş ola bilirik. Yəni Çok sağ olun. terapiyanı mən Evet. doktorlara hər zaman məsləhət edirəm ki, biotənzimləyici terapiyanın drenaj sistemləri ilə eyni zamanda etdikdə Hı hı. elə siz daha yüksək effekt əldə etmiş Bəli, olacaqsınız. bəli, bəli. Mən onu həm də öz təcrübəmdən sizə söyləyirəm. Çok sağ olun. Hı hı. Fikriyə xanım, ikinci sual belədir. Disbakterioz zamanı fartakil neçə müddət təyin edilir? Dizbakterioz zamanı Bəli, bəli. təbii ki, baxın, istər dizbakterioz, istər digər patologiyalar, bax bu ki Hı mən hı. sizə söylədim, təbii ki, Bəli. asılıdır ən birinci pasiyentin yaşından. Bu Hı hı. uşaqdır. Orada xüsusi dozalanmalar vardı. Sonra bu yaş niyə rol oynayır? Çünki əgər insan nə qədər çox yaşlıdırsa, yanaşı bir neçə patologiyaya gedir. Bu bir. Bəli, İkincisi baxır, siz klinikaya baxırsınız. Bilirsiniz, burada bu nə isə doktorlar hələ də o protokol formasında düşünürlər. Orada var bəli. da bu qədər. Məsələn, bayaq da mən o dedim ki, antibakterial terapiya 3 aydan 4 aya qədər bioplonkanı antibakterial Bəli, bəli, bəli. terapiyası Hı hı. belədir. Və bu antibiotikdir, o antibiotikdir. Konkret hamısı belə yazılıbdır. Amma mən də sual verə bilərəm ki, doktorlar, elə o yazılan protokolda yazılanmı siz praktikada onu görürsünüzmü? O çox fərqlidir. Çox Bəli. orqanizm var, çox rahat, tez düzəlir. Hı hı. Bax burada bilirsiniz mənim Kershot yadıma düşdü. O çox belə Hı. sadə, ümumiyyətlə dahi bir şeylər çox sadə olur. O deyirdi ki, mən apardığım terapiyaya pasientlərin cavabına görə 3 yerə bölə bilərəm. Biri çəyikçədir. Deyir ki, bu balaca eləyirsə, elə qəşəng cavab da verir, tezdə hissiyat yüksəkdir. Eləsi də var, Bəli. deyir ki, çərçədandır da, begimatdır. Anardırır. Bu müddət aparırsan. Yəni, yenə də burada da yenə akademik biliyimizə qayıdırıq. Biz hamımız müxtəlif sinir sistemindən malikik. Bir-birimizdən fərqimiz bundandır. E, yaxud da biraz da dərinə getsək ki, də Hipokratda çıxaq, nə deyir? Deyir, sangvinik var, flegmatik var, xolerik var, Bəli. melankholik var. Tiplə. Və buna da müvafiq patrizdə də nə yazılıb? Deyir ki, bizim immun sistemimiz, yəni bizim e, müdafiəmiz və müalicəyə də cavab verməyimiz nədən asılıdır? İmmun sistemidir, asılıdır sinir sistemindən və endokrin sistemindən. Yəni Bəli. nə cür sinir sistemin var, nə cür Hı endokrin hı. sistemin var, ona müvafiq immun sistemi var və cavablar eyni Ondan asılı. müalicə müxtəlif tip insanlara müxtəlif cür. Onun təbii ki, həm yaşından, həm genetikasından,
Həm Bəli. yanaşı bir neçə xəstəlik vardı. Bu dəqiqə nə alır, hansı dərmanlar, Müalicə. həyat tərzi nədir, Bəli. qidalanması nədir, yaşadığı mühit nədir, stressdə yaşayır. Əlbəttə. Bunlar hamısı birlikdədir, əzizlərim. Və Bəli, bunlar bəli. hamısı nəzərə alınmalıdır və buna müvafiq ol. Amma orta hesabla belə deyək ki, çox da ağır pasiyent deyirsə, falan deyirsə 2 həftədir dostum. 2 həftədir. O Aha. gündən 2 həftəyə qədər bu farta amma tək düşünməyin ki, bir dənə fartakeli istifadə edəcəksiniz. Bayaq dediyim kimi bizim xroniki Bəli. xəstəliklərdə müalicə hər zaman kombinə olunmuşdur. Drenaj detoksikasiya, partakehil, sonra keçirsiniz sanukel preparata, keçirsiniz tanziliya ki, amma pillə-pillə keçirsən ki, həm də sonra residivləşmənin qabağını alasınız. Ah, çox sağ olun Fikriyə xanım. Növbəti sual belədir. Periodontitin müalicə sxemi necə ola bilər? Periodontit. Dedin? Periodontit. Bu sualı yəqin verən stomatoloqdur. Yəqin. Mən belə deyə bilərəm. Ağız boşluğunda olan proses bağırsağı göstərir. O Hı mütləq hı. belədir dostlar. Bəli. Yəni ki, mütləq deməli burada disbakterioz da var, burada likigat da var. Və o ümumiyyətlə bu gün inteqrativ təbabətdə və heç elə akademikdə də hər yerə diqqət yetirsəz, nə deyilir? Deyilir ki, insan bütün xroniki xəstəliklərin müalicəsini onun bağırsağından başlamaq lazımdır. Hı hı. Və hətta Hipokrat da deyir ki, bütün xəstəliklər bağırsaqdan başlayır. Bəli. Qidalanmasına korreksiya, bağırsaq mikroflorasının bərpası artıq ağız boşluğunda bax qoy onu stomatoloqlar biraz diqqətlə dinləsinlər. Ağız boşluğunda artıq müəyyən dəyişiklikləri verəcək. Hətta deyək ki, siz burada lokal bir şey istəməsəz. Amma lokal da olaraq buyurun. Əgər siz burada düşünürsünüz ki, burada hər halda o yaxmada götürmək olar. Bəli. Baxırsınız burada nə var? Bizim burada Sanukel strepti daha çok burada işleyecekti. Albikansan burada işleyecekti. O dediğim gibi onu o mesela o daş yoktu, dişin daşı. O nədir? Həmin o plonkadır. Bəli. Mən bayaq dedim də, dedim ki o dişlərin üzərində olan o örtük, Aha. nalyot deyirlər Tam də. anlamadı. Aha. Bilmədim nədir nalyot. Hə, bax o sonra qalır, uzun müddət qalanda o Hı daşlaşır hı. və o daş kimi olur. Onu təmizlənir, sonra yenə Bəli. əmələ gəlir. O həmin Bəli, o bəli. bioplonkadır. Ağız boşluğunda yaşayan Hı hı. patogen formalarının uzun müddətdə sürən şey. Bu təmizlənəndən sonra qəşəng. Həmin orada yerli təbii ki o bitkilərlə də çox yaxşı olar qarqara olsun və onun fonunda artıq sanukelli də istifadə edəcəksiniz və dediyim kimi onları bax belə pambığa da batırıb Hı hı. Sür perpakində və yaxşı. perpakehil, natakehil bax belə bunlardan istifadə Aha. edəcəksiniz və müvafiq sanukellə. Aha. Və amma Çox təbii ki, bu bağırsaq mikroflorasını düzəltməsi konu. Çünki ən böyük səth odur. Orada doğru deyilsə ağızda daim olacaqdır. Və bu periodontiti müalicə etdikdə həm də karyeslər və s. Gingivitlər, bunlar hamısı Hı bir-biri hı. əlaqəli, bir formadan digər formaya keçən bir ağız boşluğunun mikroorqanizmlərə bağlı olan xroniki iltihabi prosesləridir. Hı Hər hı. halda düşünürəm ki, o sualı verən stomatoloqdursa, deməli, bioloji təbabət elmi araşdırmalar klinikasında olan Dərəcəvi elmi araşdırmalara aid mən səhv etmirəmsə orada bir xüsusi olaraq stomatoloqlar üçün belə metodik var, elə deyilmi Leyla xanım? Bəli, bəli, Bunlar var o bizdə. almanlarınkidir. O biz onu mənə çoxdan tərcümə eləmişik və Bəli. gəlib maraqlanıb onu da götürə bilər və özü üçün Hı hı. belə istifadə Bəli. üçün praktikası. Ah, çox sağ olun Fikriyə xanım. Növbəti sual belədir. Xroniki prosesləri bioplonka, biofilm hesab etmək olar? Eyni sözdür. Biofilm və bioplonka sinonimdir. Bəli. Hı hı. Bu deməli, Hı aha, hı. biofilm deməli mikroorqanizmlərin matriksdə yığılması, düzdür? Yox. Yox. Mikroorqanizmlər maddə verirlər. Bəli. Onları ekstraselülər polimer
Ha, maddədir. struktur yaratdığım O matrixin ki içində. örtük düzəldir də. Bəli, Örtük bəli. onun içində gizlənirlər. Hı hı. Yapışırlar bir yerə, bir sətə. Bəli. Sonra o plyonkanı elə bir ev tikir də, belə özü örtür. Və onun Aha. içində yaşayır. Ona biofilm də deyirlər. Sonra Bioplan. sonra biotəbəqə də məsələn mən Azərbaycanda Aha. mikrobioloqlardan sonra biotəbəqə də deyirlər. Mən Aha. sadəcə belə Eyni düşünürəm. şeydir. Bioplonka Eyni. belə bir daha çox geniş Aha, yayılmışlar. şeyin için Hı ama hı. biyofilm, biyopronka bunlar sinonim. Bəli, bəli. Biyotəbəqə sinonim Hı sözlər. hı. Çox sağ olun. Ə, Deməli belə sual gəldi. Sanukel preparatların ayrılıqda istifadə etmək olar, yoxsa onların sanum preparatlı ilə sxem şəklində istifadə olunmalıdır? Bilirsinizlər də olar. Deyir ki, bu uşaqdır, elə bir ağır patologiyaları yoxdur. Məsələn, tonzillit olur, Bəli. arada da belə müəyyən kəskin formada. Sonrakı o Hı hı. şey olmasın deyə, bir də gözü birazdan başlayacaq da xəstələnəcək. Yaxşı olar və burada angivşen var, biotənzimləyicidə. Bəli. Uşaqlara mən belə onu eləsin, paraleldə o angivşel o tam yaşından asılı olaraq gündə 3 dəfə yarı tabletka bilmem bir tabletka və Bəli. elə bir şey bir 3 gün biraz sanukel əsasən bu şeylərdə xroniki tanzilitdə orada sanukel Bəli. strepdir. Hə. Streptokok. Çünki hələ o yaşlı insanlarda bir göz ağzında o ağ plyonkalar var, mikozlar var. Onda albikansandı. Amma burada bax belə 3 gün verir, 3 gün fasilə verir bir də. Yaşına müvafiq də dozalandırır. Belə də olar. Yəni tək bir sanukeli vermək biraz axı bu artıq kifayət qədər infeksiya vardı da. Yəni immunitet müəyyən qədər zəifləyibdi. Və mütləq Bəli. də yenə dediyim kimi bax burada uşaqdırsa, ya elə yetkindirsə, bax biz həmişə detoks damcılarımız var da kombinə olunmuş şəkildə. Limfomiyazotdur. İndi o Nux vomicadır, bir də Xelidonium. Çünki beyberimiz yoxdur. Mən də Xelidoniumla, bax üçü birlikdə yazıram. Üçündə damcı forması var. Onu içsin, onun da fonunda sanukeli yanında. Bilirsiniz, bu heç akademik təbabətdə də bir dərman yoxdur axı. Bəli. Bir dərmanla müalicə bu doğru deyil axı. Hə, bu belə bu çox gözəl kombinasiya olar. Hı hı. Deməli, Nux vomica Xelidonium yeməkdən qabaq, limfomiyazot yeməkdən sonra yaşdan asılı olaraq dozalanır və sanukel preparatı da bir dəfə gündə kifayətdir. Yenə də yaşdan asılı olaraq axşam yatanda da ağız boşluğuna özdə sanukelləri ağız boşluğuna damcıldatdıqda onu belə bir müəyyən vaxt insan saxlayır altında. O ki belə ağız suyu Bəli. əmələ gəlir, biraz ağzı gör yaxşı doldu. Elə bir ki ağzı bir növ ondan yaxalayır da. Sonra Hı udur. hı. Yəni belə Bəli. töksün və utsun. Belə daha yaxşı effekt olur. Buyurun. Çox sağ olun Fikriyə xanım, çox sağ olun. Fikriyə xanım, Nigersanın limfatik ödəmdə istifadəsi nə qədər effektivdir? Limfatik ödem nəyə bağlı? Limfatik ödem axı belə diaqnoz yoxdur. Yəqin ümumiyyətlə də Bütün xroniki xəstəliklərdə limfa düyünləri bu immun sisteminin necə deyirlər davamıdır. Bax boğazımız ağrıyır, baxırıq ki, boğazımın ətrafı bütün limfa düyünləri şişibdir. Kiçik çanaqda iltihab prosesləri varsa görürük çanaq nahiyəsində limfa düyünlərimiz şişib və s. Yəni ki adı nədir? Limfatik ödemdə limfatik ödəmdə, nətər? limfatik ödəmlərdə. Limfatik ödemlərdə nə? Bəli. Nə? Nigersan Bir də. preparat. Nigersan preparat Bəli, limfatik. bəli. Mən dedim də Nigersanı Aha. bax belə mən özüm üçün bunları zamanında müəyyənləşdirmişəm. Çünki o Aha. akademik biliklərimizlə burada dərmanlara yaxınlaşmırsan, onun istər Bəli. adında, yadda saxlamaqda, onun istifadəsində. Mən məsəl üçün özüm üçün aydınlaşdırdım. Orada vardı Mukaşel və Nigersan da. Deyək ki, bu o spesifik o qruplardan. Mukaşel ürək qan damarlı sümüyüdür. Yerdə qalan nə patologiyalar varsa, sümükdür, dayaq hərəkətdir,
bağırsağın, orogenital, qalxana bənzər və parenximatoz üzvlərimiz, qaraciyər və böyrək. Bunların hamısında harda kista var, nə bilim, autoimmün prosesə meyillik var. Orada nigersanı istifadə edilir. Fikriyə xanım, bu O həkim immunomodulyasiya edir, hə, bilirsiniz? aha, Ödemə, mən bayaq dedim də, amma təbii ki, ödəm olan yerli, deməli, xroniki infeksiya olduğu yerdə mütləq ödem də var. Ona görə kombinə olunmuş şəkildə Nigersan tək hı olmasın -hı. və onun yanında o matriksi təmizləyən, matriksi də təmizləyənimiz Bəli, bizim əgər limfomiyazı. pasiyentin Reykjavik'in cədvəlinə görə soldadırsa, limfa Bəli. noddur, sağa keçdisə, tonzillanı da əlavə edirik. Fikriyə xanım, həkim yazır ki, aşağı ətraflarda olan limfatik ödem. Amma nəyə bağlıdır o? Ha, limfedema xəstəliyi. Limfadema. Limfedema xəstəliyində. Limfadema. Hə, Bəli. limfedema o belə limfedema mən sizə deyim çox kifayət qədər qəliz bir xəstəlikdir. Çox qəliz bir xəstəlikdir və çox vaxt burada hələ də bu gün onun belə tam patogenezi də aydın deyil. Amma yenə də bax mən belə e, mənim fikrim belədir ki, o nədənsə anadan gəlmə aşağı ətrafda limfa damarlarının zəifliyidir. Çünki Bəli. limfa damarlarında limfa nə cür qalxır yuxarıya? Limfa bilirsiniz də hər yerdən də, yəni matriksləri hər yerimizdən təmizləyir, gəlir hara tökülür. Bəli. Qıraq Venə. düyünü deyilik də. Deməli bu e, sağ tərəfdən yuxarıdan gələn e, Bu limfa döş qrupunu döş limfa axarı birləşir və gəlir tökülür. Deməli ya vena cava aha, superior ya aha. yaxud da onun o subklavya ilə birləşən yerdə anatomiyası. Yəni uzun sözün qısası venoz hissəyə gəlir. Bəli. Ürəyin sağ hissəsinə, sağ qulaqcığa o venoz Hı -hı. damarlarına birlikdə tökülür ki. Yəni o da Bəli. nədir? O da venalar, arteriyalar apardığı qanda ki, bir hissəsi qayıdır limfa, bir hissəsi qayıdır venalarla, bir hissəsi də limfa damarları ilə qayıdır. Gəlir tökülür bura. Yəni və təbii ki, adı nədir? E, limfedema Aha. yəni hər zaman bu vardır. Və buna kömək etmək lazımdır da ki, bu gəlsin, bura tökülsün. Və o nətər gəlir? Deyək ki, burada əsasən venoz damarlarımızda bizim klapanlarımız var. Elə bir yığılır Bəli. aşağıdan. Qalxır yuxarıya tez klapan bağlanır ki, geriyə qayıtmasın. Hı -hı. Arteriyalardan nə cür gedir? Ürək vurur, elə bir Ürək bunu. gedir, üzü aşağı gedir də Bəli. adı nədir? Və amma venalarla klapan var. Limfa damarlarında ümumiyyətlə heç nə yoxdur. Limfa Yoxdur. Bəli. damarlarında aşağıdan yuxarıya, yəni fizikanın qanununda Hı -hı. aşağıdan yuxarıya bizim əzələlərimiz işlədikcə o müəyyən qədər onu itələyir. Və Bəli. çəki qradiyenti var da. Ya ona görə aşağıdan yuxarıya gəlməsi limfa damarları ilə çətindir və mən düşünürəm ki, orada onun anadan gəlmə ümumiyyətlə bu zəifdir də. Hı Sonra -hı. bir də ikinci mexanizm də bizim döş qəfəsimizdə o mənfi təzyiq var. Bəli. Ağciyərlə döş qəfəsinin Aha. arasında. Bax, Bəli, bəli, onu sağ. bu da elə bir ki, bir növ sorur o limfa ilə Bəli. gələnləri. Yalnız bu iki mexanizmin hesabına limfa aşağıdan yuxarıya gəlir. Yəni beləliklə, əgər aşağı ətraflarda o yığılır, kifayət qədər Hı. gəlmirsə, o deməkdir ki, bu limfa damarlarının müəyyən qədər zəifliyi var. Və yenə də dediyim kimi də bunun tam aydın patogenezi yoxdur. Mən düşünürəm ki, müəyyən qədər o zəiflik var o damarlarda, həddən artıq boşdur ki, onu yuxarıya həm də ki, belə hərəkəti az olan insanlarda düşünürəm Bəli, bəli. bu daha çox olur. Bax belə və deyək ki, limfedemaya aid biz elə çox bir şeylər danışmırıq inteqrativ təbabətdə. Ümumiyyətlə mən sizə deyim,
Hmm, anadan gəlmə müəyyən ki, defektlər var, Mhm, anatomislər. bəli. Ya yaxud da üzvü xəstəliklər ki, daş əmələ gəlir böyrək yolunda, nədim, orada, burada. Yəni onun biz geriyə döndərə bilmərik. Yəni bu xroniki e, və xəstəliklərə aid. Amma artıq belə e, üzvü bir ağır üzvü bir proses varsa biz öz küçəsində daşı necə əridə bilərik? Ya yaxud andan gəlmə qüsur varsa, Qüsur. polixestima varsa, biz onu müəyyən qədər yüngülləşdiririk. Biz demirik ki, biz onu heç nə etmirik. Müəyyən qədər yüngülləşdiririk, amma digər xəstəliklərin müalicəsində ki kimi yüksək effekt o təbii ki olmur. Heç akademikdə də sıfırdır. Ə, bax belədir təxminən. Fikrə xanım, ümumiyyətlə limfodemada hansı preparatlarımız birəsdə belə deyək kömək edir? Limfomiyalozdur. Bir də bilirsiniz, e, limfodema dediyim kimi də hansı Bəli, müalicədə biz həmişə uğurluyuq. O xəstəlikdədir ki, onun patogenezi aydındır da. Baxın, bəli, bəli. mən oxuyanda, mən tələbə olanda sinir sistemin dağınıq skleroz, yan bokovoy deməli amiotrofik skleroz, sonra Aha, Alzheimer, Parkinson nə yazırdılar? Nə məlum, nə məlum. İndi misal üçün məlum olur ki, bağırsaq beyin oxu var. İndi məlum olur ki, ağır metallar toplanır. Yəni elm inkişaf edir. Ona görə bəli, də biz nə edirik? Məsələn, inteqrativ təbabətdə bizim nevroloqlarımız nə edirlər? Deyir, bəli, gəlin bağırsağı düzəldək, mikrobiotanı, liqatı düzəldək. Gəlin o ağır metalları seloterapiya aparaq çıxardaq. Görürsüz, yəni mexanizm aydın olmalıdır ki, ona da müvafiq yanaşmalı müalicəvi ortalığa. təsir eləmək üçün. Bəli. Düz. Çox sağ olun Fikrə xanım. Bütün həkimlər təşəkkür bildirir sizə. Mən də təşəkkür edirəm ki, bax belə bu isti yay günündə Bəli, oturub məni dinlədiniz. Amma mən düşünürəm hər halda e, heç kəs peşman deyil və yeni bir biliklər əldə bəli, etdim bəli. və mən də Çox çox məmnunum. məmnunam ki, siz bu yenilikləri çox gözəl götürdünüz və düşünürəm ki, bu da sizə bir e, yeni bir mesajlar, yeni müstəvidə, daha dərin müstəvidə klinik təfəkkürünüzü artırmaq üçün və Bəli, sadəcə olaraq gələcəkdə daha yaxşı, düzgün müalicələri, daha effektiv daha doğrusu, bəli. ziyansız müalicələr aparmaq üçün sizə müəyyən qədər köməkdir. Hamınıza təşəkkür edirəm. Düşürəm ta yeni tədris ilimizə qədər mən sizlə görüşməyəcəm. Hamınıza gözəl istirahət, can sağlığı, özünüzdə müğayət olun. Yay qəşəng təbiət sizə kömək edir drenaj etməyə orqanizmanızı. Çalışın ondan Bəli. maksimal istifadə edin. Hamıya təşəkkür edirəm diqqətə görə. Mənə kömək edənlərə də hər kəsə çox var olun, sağ olun. Çok sağ olun. Çok sağ olun Fikrə xanım. Çok sağ olun. Sağ olun.